Yəni bizim nəslin nümayəndəsindən biri də buradadır. Eldəniz müəllim həqiqətən var olsun. Bu vaxt müəllimlərimizin də haqqı ödənilməzdir. Gənclərimizə, yəni bu gün məktəbdən başlayır hər bir şey. Yəni gəlirsən məktəbə, birinci hərfləri öyrənsən, yavaş-yavaş vətənpərvərliyi, yəni hər bir qəhrəmanlıq məktəbdən başlayır. Eldəniz müəllim, sizdən də bir iki kəlmə şəhid atasından götürmək bizim üçün sevindirici olar. Buyurun. Sağ ol Rüsal. Həqiqətən belə deyim, şəhidlər ən uca alim məqamdadır. Əminin qarşısında baş əyirik. Şəhid valideynlər biz üçün həmişə önəmlidir, bizə nümunədir. Canlı olar bizim bağlarımıza, dərs dediyimiz uşaqlarımıza canlı tərbiyə nümunəsidir. Yəni, ziyalı böyütmək hər bir insan işidir, amma şəhid oğul böyütmək, şəhid atası olmaq ən həqiqətən, yəni şəhidlik qədər bir zirvədir. Yəni o acını çəkmək, cəmiyyətdə qatlaşmaq, davam eləmək, həyatı başa vurmaq, yəni bu böyük, yəni bu ağrı çiyinlərinə anan ata, yəni deyərdim, ən böyük qəhrəman atadır. O şəhidlərlə bərabər tutulan bir məqamdadır. Alim yoldaşlığı, alim haqqında danışmaq çətindir, həm də sevindiricidir ki, ona görə ki, bizim o dərs deyib, ali savad alan, ziyalı olan şagirdlərimiz öz yerində, amma bu mərtəbəyə yüksəlmək həqiqətən böyük qürur vericidir ki, bizim şəxsən dərs dediyimiz uşaqlar belə bir ali məqamdadır. Onların bizim həmişə indi də dərs dediyimiz uşaqlarda necə deyim, Fariz müəllimi, ondan sonra Cəfər müəllimi, bizim 1-ci Qarabağ müharibəsinin veteranları ki var, deməli, döyüşçüləri var, Nadir müəllim, Rəddi müəllim. Onlar canlı biz onların nümunə gətirdik dərsimizdə. Necə tarixdən, ədəbiyyatdan gətirdiyimiz Mir Hüseynzadə, Səhəvlərindən başçısı ki, bunlar bizim fəxrimizdir, tariximiz, amma günümüzün tarixi. Yəni uşaqlar onları tanıyır, onlardan nəsihət keçirir, onların getdiyi yolu özlərinə mayaq bilirlər, tərbiyə nümunəsi bilirlər ki, yəni onlar bunu görüb ki, yəni müəllim dərs deyən müəllim qazidir, dərs deyən müəllimin belə deyək ki, əmisi və ya qardaşı şəhiddir. Bu həqiqətən böyük məqamdır. Uşaqlarımız üçün ən böyük vətənpərvərlik dərsidir, vətənpərvərlik örnəyidir. Cəmiyyətdə də bizim dərslərimizdə deyəndə həmişə onlara, vətən şəhidlərinin ailələrinə, analarına, atalarına qayğı göstərməyə həmişə tövsiyə edirik. Borcumuzdur, baş əyirik sizin qarşınızda. Allah rəhmət eləsin. Alim həqiqətən mənim texnikuma hazırlaşırdı, kavrezi hazırlaşırdı. Gəldi, nəsə yoxladı, onun nəticəsini dedi, müəllim, heç də mən yazmışam. Dedim, alim, səndə ki, bu gözəl qəlbi var, sən ən böyük zirvəyində alim olmaq asan, belə deyək də, yəni dərs alıb, ziyalı olub, müəyyən məktəb oxumaq asandır, amma sən hansı kollektiv olsan da, sən baxmadın ki, düşməndə, hörməti illərin var, əsərlik, hərbiyə gedərsən, ya hansı olsa, harada olsan, sən kollektivin ən gözəl insan olasan, həqiqətən də Allah-u Teala onu ən uca məqama çatdırdı. Bu üstün fəxrdir, belə şagirdimizin olmağına, belə müəllim yoldaşlarımızın olmağına bizə fəxrdir. Kollektiv ümumiyyətlə, kəndimizin hər bir işində aktiv olmasıyla sevindirici halda belə bir müəllimlərin əhatəsində olmaq, qazilərin əhatəsində olmaq, cəmiyyətdə yaşadığımız belə nümunələri görmək bizə qürur verir. Sağ qardaşım, sənin də bir oğul kimi öz yerində, amma sənin həqiqətən borcumuzdur. Necə deyim, bu təmanına güdmədən, heç bir maraq güdmədən bu işlərə canla, başla, yəni çox, mən adını keçdilər bir sağlam, orada iştirak elədim, şəhid anası dedi ki, Qürur verici idi şəhid şəhid valideynlər. anası dedi ki, mənlər bir sağlam, o qədər imkanı var ki, bu qədər bu vaxt ayırır, bu qədər yəni heç bir ailəsi oğlu, uşaq, amma deyir, onun balaca sən demək bir daxma otağı var imiş, evi var imiş. Həqiqətən belə bir işlərə canla, başla qoşulmaq sən də o məqamdasan. Borcumuzdur, borcumuzdur, var olasın. Xüsusi yerim var. Allah rəhmət eləsin, qarşıda baş əyirik. Alim kimi şəhidlər bizim başımızda hazırdır. Çox sağ ol. Var ol Eldəniz müəllim, təşəkkür edirik və bu gün 44 gün vətən müharibəsində şücaətinlə, qəhrəmanlığınla, igidliyi ilə irəli gedib hər zaman ölümün üzünə dik baxan qazilərimizdən Fariz müəllim burada iştirak edir. Bədənin müəyyən hissəsindən keçsə də təki vətən sağ olsun deyən qardaşlarımızdandır. Müəllim, istərdim ki, bu gün bax sənin üçün, bizim üçün necə bu ocaq doğmadır, sizin üçün lap doğmadan da doğmadır. Çünki sizlərin qarşısında şəhidlərimiz şəhid olub. Bax, bu günləri o şəhadətə yetişən alim qardaşımızın ocağında sizlərin də söz götürmək bizim üçün bir qürur vericidir. Buyur, müəllim. Sağ ol. Alim haqqında danışmaq həqiqətən də çox çətindir. Mənim üçün sentyabrın 29-da biz ikimiz rəhmətli alim bilmə olmuşuq və kənddən bir neçə uşaq döyüş bölgəsinə yollanmışıq. 10 mart tarixi, 27 oktyabr tarixi bizim üçün tarix unudulmazdır. Çünki 10 mart onun mövlud günüdür, 27 oktyabr isə
rəhmətli alimin şəhid olduğu gündə 27 oktyabr yoldaşı alim qəhrəmancasına, yəni döyüş əməliyyatını icra edərkən şəhid olmuşdur. Onun valideynlərinə Allahdan can sağlığı arzulayıram. Onun qardaş övladlarına, onun yaxınlarına can sağlığı arzulayıram. Onun da ruhu şad olsun. Yəni bu, necə deyim, yəni biz bundan sonraki tarixdə, dövrdə də üstümüzdə qalan borc, onların ailəsinə, onların yaxınlarına hər zaman diqqət mərkəzində saxlamaq, hər zaman ziyarət eləmək. Yəni bundan sonra da belə olacaq. Bir daha alim qardaşımıza Allahdan rəhmət diləyirəm. Amin. Allah onun ailəsinə səbir versin. Allah sizin canı sağ olasın. Təşəkkür, var olasan cənab qazi, var olasan deyirik ki, Allah ilk öncə sağlamlığa qovuştursun. Qazilər başımızın həqiqətən reallıqda budur, tacıdır. Çünki canlı şəhidlərsiz. Var olasın deyirəm. Zaman keçsə də Eldəniz müəllim bir söz dedi bax. Əvvəl məktəbdə həqiqətən də kitablarda biz qədimi əsərlərdən, belə deyək ki, necə deyək, Dədə Qorquddan belə biz qəhrəmanlıqlarından danışırdıq, Babəkdən, Koroğludan. Ancaq bu günləri bizim Azərbaycanın canlı qəhrəmanları sizlərsiniz, canından keçən şəhidlərimizdir. Biz sizlərlə fəxr edib qürur hiss keçirdirik. Var olasan.